Eşitmə cihazlarınızdan ən yaxşı performansı əldə etmək üçün cihazlarınıza diqqətlə baxmağınız və müntəzəm təmizləməyiniz vacibdir. Tər və nəmin təsirindən eşitmə cihazlarınızda oksidləşmə baş verə bilər. Cihazın içərisində yaranan oksidləşmə cihazınızın xarab olmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün nəmalıcı tabletlərdən istifadə edərək cihazın içərisində yığılan tər, toz və nəm kimi istənilməyən maddələri cihazınızdan uzaqlaşdıra bilərsiniz. Paketindən çıxarılmış nəm alma tableti nəm udma qutusunun içinə yerləşdirilir. Daha sonra batareya qapağı açıq olmaq şərti ilə cihaz qutunun içinə qoyulur və qapaq bağlanır. Nəm alma tableti sayəsində cihazınız tər və nəmin təsirindən zədələnməyinin qarşısı alınır. Tablet ağ rəng alana qədər bu prosesi təkrarlaya bilərsiniz. Təmizləmə pompası ilə cihazınızın borusunda yığılan istənilməyən maddələri hava vasitəsilə çıxarıb tıxanmanın qarşısını ala bilərsiniz. Əvvəlcə pompanın ucuna eşitmə cihazınızın borusu yerləşdirilir. Qəlib və ya borunun içində toplanmış istənilməyən maddələr varsa, hava püskürtülməsi ilə xaric edilir. Təmizləmə prosesi başa çatdıqdan sonra boru ehtiyatla yenidən eşitmə cihazınıza taxılmalıdır. Xüsusi təmizləmə fırsası ilə cihazın üzərindəki mikrofonun, dinamikin və filtrin müntəzəm olaraq təmizlənməsinə diqqət yetirməlisiniz. Əgər qulaqlarınız tez-tez kir yaradırsa, filtrin tıxanmaması üçün fırça ilə gündəlik filtr təmizliyi aparmalısınız. Eşitmə cihazı təmizləmə salfeti ilə cihazınızı hər gün silərək təmizləyə bilərsiniz. Bütün bunlarla yanaşı, cihazınızın 6 aydan bir edilməli olan rutin, yəni davamlı qulluqlarını mütləq etdirməlisiniz.